Bir hədisdə var: "Ləvlə Fatimətu ləma bəqiyə linnəbi nəslun." Əgər xanım Zəhra salamullahi əleyha olmasaydı, peyğəmbərin nəsli davam eləməzdi. Bugün peyğəmbərin nəsli məhz xanım Zəhra salamullahi əleyhanın vasitəsilə davam edir. Və bitməyən, tükənməyən bərəkət elə onun övladları, məsumlar, imamlar. Bəzən baxsaq, dünya bizi yorur. Zaman insanın qəlbində elə hadisələrlə sıxıntı yaradır. Amma elə bir ilahi nur var ki, həmin nur insanın ruhunu yenidən sanki dünyaya gəlmiş kimi, yenidən dirildmiş kimi edir. O iki ilahi nur məhz Quran nəfəsi və Əhl-i Beyt əleyhimussalamların da sevgisidir. Yəni insan əgər həyatında Quran oxumaqla, Əhl-i Beytə sevgi, məhəbbət yaşamaqla ömrünü sürsə, inan bütün sıxıntılardan özü ağ çıxmış olar. Bəzən bizim ən böyük problemimiz bilirsinizmi nədir? Sıxıntı anında biz Quran və Əhl-i Beytə üz tutmuruq, Quran oxumuruq və Əhl-i Beyt əleyhimussalamların sevgi, məhəbbətini öz ruhumuzda formalaşdırmırıq. Bu gecə möhtərəm əzizlərim, analarım, bacılarım, atalarım, qardaşlarım, bu gecə məhz həmin nurun açıldığı bir gecədir. Allah Teala Quran-ı Kərimdə buyurur: Allahu nuru samavati vel arz. Yerin, göyün nuru Allah özüdür. Məhz elə Allah xanım Zəhra salamullahi əleyhanı o nurdan yaratmış, özü bir nur, nurdan ki xəlq eləmiş. Bu gecə həmin nurun bizləri dəvət etdiyi bir gecədir. Bu gecə əslində dua ilə gözyaşının, hüzn ilə də ümidin bir-birinə qarışdığı bir gecədir. Yəni bir tərəfdən hüzünlüyük, Peyğəmbər balası dünyasını dəyişir. Amma o tərəfdən də ümidliyik ki, biz elə bir yerdəyik ki, buradan Allah bizi əlboş qaytarmaz.